Baxıram şəkillərə, bir də bədəmən hələ. Baxıram şəkillərə, la 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 la, la 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 la. Benim bir güzel yurdum, çok mehriban elim var. Benim bir güzel yurdum, çok mehriban elim var. Danışanda bağlarda Azerbaycan dilim var. Mənə doğma, mənə əziz Azerbaycan dilim var. Mənə doğma, mənə əziz Azerbaycan dilim var. Dilim Nizami dili, Füzuli qəzəlidir. Dilimdə də qurqudum, keçmişi əzəlidir. Həm də ata-anamın məni sevdiyi dildir. Mənim doğma dilimdir, Azərbaycan dilimdir. Dilim Nizami dili, Füzuli qəzəlidir. Dilimdə də qurqudum, keçmişi əzəlidir. Həm də ata-anamın məni sevdiyi dildir. Mənim doğma dilimdir, Azerbaycan dilimdir. Var minillik tarixim, nağılım dastanım var. Var minillik tarixim, nağılım dastanım var. Tükənməyən sərvətim, Azərbaycan dilim var. Bu kitabı ise size Nizami Məmmədov ve Sevda Məmmədəliyeva gönderip ekoloji sivilizasyanın astanasında yaşıl enerjiye keçid. Elə adından bəllidir ki, dünyamızın qorunmasına aiddir, gözəlliklərimizin qorunmasına aiddir. Elmi səviyyədə yazılıb, yəni alimləri, dünya alimlərinin belə istinadlarına əsasən yazılmış bir kitabdır. Böyüklər üçündür təbii ki, bir də ki, yuxarı siniflər şagirdlər üçündür. Ekologiyamızı, dünyamızı necə qorumaq lazımdır ki, təbiətimiz elə həmişə gözəl qalsın. Oyanıb səhər tezdən bağçaya gedirəm mən. Oyanıb səhər tezdən bağçaya gedirəm mən. Nə yaxşı bağçamız var, bağçaya gəlin dostlar. Nə yaxşı bağçamız var, bağçaya gəlin dostlar. Bağçamız, bağçamız, nə qəşəngdir bağçamız. Bağçamız, bağçamız, nə gözəldir bağçamız.